Bir insanı tanımaq üçün onun danışdıqlarına fikir verin. İnsan dilinin arxasında gizlənib. Kişilər dillərinin arxasında gizlənib. Nə qədər sakit oturub bilmirsən kimdir. Danışan kimi bəlli olur şəxsiyyəti, səviyyəsi, kimliyi. Gəlir oturur yanında görsən məsələn bir söz deyir, bilirsən ki bu nə səviyyənin adamıdır. Məsələn gördün filan kəsin maşını necə idi, filan kəsin evi necə idi. Danışdığı sözlərdən bəlli olur ki bu kimdir, bunun maraq dairəsi nədir, bunun səviyyəsi nədir, bunun kimliyi buradan bəlli olur. Danışsın bir adam, onun kimliyini tanı, ağlının səviyyəsini bil. İnsanın qədəri onun ağlı inandı və ağlının səviyyəsini insanın nitqi, bəyanı müəyyən eləyir. Ona görə deyirlər bizə ki çox danışmayın. Çünki eyibləri üz-üzə çıxır çox danışanda. Ona görə yox ki pis söz yaxşı görünün, yox. Eyiblərinizi üzə çıxartmayın. Bu eyibləriniz sizdə qalsın. Yalandan özünüzü başqa cür göstərməyin. Sadəcə susun ki səviyyəsizliyiniz üzə